2017-ci ilin 25-ci dekabr günü səhər saat 9-da Natiq Əliyev İstanbulun Florence Nightingale klinikasında yuxudan oyandı və dərhal yanındakı tibb bacısına su istədi. O bilmirdi ki, bu günün axşamına qədər həyatı sona çatacaq. Onun ətrafında 8 nəfər həkim, 12 tibb işçisi və bir neçə adamın dəqiq kim olduğunu heç kim bilməyən ziyarətçilər var idi. Natiq Əliyev həmin səhər özünü necə hiss edirdi? Başı ağrıyırdı, yoxsa ürəyində narahatlıq? Biz bu günün hər saatını, hər dəqiqəsini, onun son nəfəsə qədər olan bütün hərəkətlərini, həkimlərin qeydlərindən və xəstəxananın təhlükəsizlik kameralarının yazılarından bərpa etdik. Amma bir sual qalır. Niyə bu səhər digərlərindən fərqli idi? Natiq Əliyev Azərbaycanın neft sənayesində 30 ildən çox idarəçilik etmiş. Dövlət Neft Şirkətinin keçmiş prezidenti, milyardlarla dollar dəyərində müqavilələrə imza atmış, Bakıdan Ceyhanıya qədər uzanan neft kəmərlərinin sirlərini bilən, Xəzərdəki ən dərin quyuların məxfi koordinatlarını əzbər bilən bir insan idi. O, İstanbula müalicə üçün gəlmişdi. Rəsmi versiyaya görə ürək xəstəliyi. Kimsə ona məhz bu xəstəxananı tövsiyə etmişdi. Kimsə deyib ki, məhz bu həkimlər ona kömək edə bilər. Və kimsə onu inandırmışdı ki, bu müalicə təhlükəsiz olacaq. 2017-ci ilin dekabr ayının son günləri Azərbaycanda çoxları üçün sirli qaldı. Çünki Natiq Əliyev İstanbuldan tabutda qayıtdı. Onun ölümündən sonra ailə üzvləri, həkimlər və hətta xəstəxana rəhbərliyi hər kəs öz versiyasını söylədi. Amma heç kim aydın cavab vermədi. Bu adam niyə öldü? Xəstəxananın resepsiyonunda qeyd olunan ziyarətçilər siyahısında 3 ad var. 2 qohum və 1 iş tərəfdaşı. Lakin mühafizə kameralarında 4 nəfər görünür. 4-cü kim idi? Həmin gün günorta Natiq Əliyevə ilk analiz üçün qan götürüldü. Nəticə 1 saatdan sonra hazır olmalı idi. Həkimlər ona dedilər ki, hər şey yaxşıdır, sadəcə bir neçə gün müşahidə lazımdır. Xəstəxananın laboratoriyasında işləyən bir tibb bacısı sonralar dedi ki, həmin gün kompüterdə qeyri-adi bir şey gördü. Analizin ilkin nəticəsi yaddaşdan silindi və yenidən daxil edildi. Kimsə məlumatı dəyişdi. Analizin orijinal versiyası məhv edildi. Bu tibb bacısı adını açıqlamaq istəmədi. Amma o dedi ki, bu halı heç vaxt unutmayacaq. Çünki Natiq Əliyevin qanında nəsə normal olmayan bir şey var idi. Və bu məlumat sanki kimsə tərəfindən düzəldildi. Rəsmi nəticələrdə isə hər şey normal görünürdü. Natiq Əliyev günortadan sonra özünü daha pis hiss etməyə başladı və həkimə dedi, mən bilirəm ki, nəsə səhvdir, amma sizə inanmaq istəyirəm. Bu sözlər xəstəxananın qeydlərində yoxdur, amma paltardakı diktafonda var. Natiq Əliyev niyə yanında diktafon gəzdirirdi? Axşam saat 6-da Natiq Əliyevə bir iynə vuruldu. Rəsmi versiyaya görə bu adi ürək dərmanı idi. Ancaq həkimlərdən biri, 30 il təcrübəsi olan kardioloq, sonralar anonim müsahibədə dedi ki, bu dozanın onun ürək vəziyyətinə uyğun olmadığını düşünür. O həkim adını demədi, amma dedi, mən əmr aldım və etdim, amma bu mənim qərarım deyildi. Kimsə ona əmr vermişdi. İynə vurulduqdan 15 dəqiqə sonra Natiq Əliyevin üz rəngi dəyişdi. O, əllərini sinəsinə basaraq tibb bacısına dedi, bu sirri məzara aparmayın. Tibb bacısı o anda başa düşmədi ki, bu nə demək. O bacı hazırda hələ də İstanbulda yaşayır və o anı xatırlayanda əlləri titrəyir. O deyir, mən onun gözlərində qorxu yox, təəccüb gördüm. Sanki nəyinsə baş verəcəyini bilirdi, amma inana bilmirdi. Natiq Əliyev axşam saat 7-də huşunu itirdi. Reanimasiya komandası dərhal gəldi, amma onu xilas edə bilmədi. O, axşam saat 9-da öldü. Ölüm səbəbi ürək tutması. Nə üçün məhz indi? Natiq Əliyevin cəsədi Azərbaycana gətirilməzdən əvvəl avtopsiya aparıldı. Türkiyə qanunvericiliyinə görə xəstəxanada qəfil ölüm hallarında müstəqil ekspertiza lazımdır. Ailə üzvləri deyir ki, bəli, Türk hökumətinin rəsmi bəyanatında belə yazılıb. Lakin bu ekspertizdə iştirak edən patoloqun adı açıqlanmayıb. Nəticələr ailə ilə paylaşılmayıb.
Avtopsiya protokolunun surəti belə ailəyə verilməyib. Sadəcə bir kağız, ürək çatışmazlığı, heç bir təfərrüat. Natiq Əliyevin qardaşı, adını söyləməyən bir adam 2018-ci ilin əvvəlində Türkiyəyə gedib və avtopsiya materiallarını tələb edib. Ona dedilər ki, materiallar itirilmiş. Florence Nightingale İstanbulun ən qabaqcıl klinikalarından biridir. Orada hər şey qeydə alınır. Natiq Əliyevin halında qeydlər yox idi. İndi biz sual veririk. Əgər Natiq Əliyev həqiqətən adi ürək xəstəliyindən öldüsə, nə üçün materiallar itdi? Avtopsiya nəticələri məxfi qaldı. Ailəyə heç bir məlumat verilmədi. Və ən əsası, Natiq Əliyev ölməzdən bir saat əvvəl nə haqqında danışırdı ki, bu sirri məzara aparmayın dedi. Natiq Əliyev sadəcə dövlət məmuru deyildi. O, Azərbaycanın neft sənayesinin ən dərin sirlərini bilən adamlardan biri idi. 2007-ci ildən 2013-cü ilə qədər o, SOCAR-ın dövlət neft şirkətinin prezidenti olub. Bu vəzifədə o, hər il milyardlarla dollar dəyərində müqavilələrə nəzarət edib. Bakı-Tbilisi-Ceyhan boru kəməri, Şahdəniz qaz yatağı, Xəzərin dibindəki ən məxfi layihələr, bunların hamısı Natiq Əliyevin stolundan keçib. O bilirdi ki, Azərbaycanın nefti hara gedir, neçəyə satılır və kimin cibinə düşür. Türkiyənin Florence Nightingale klinikasında onun şəxsi həkimi, adını deməyən bir kardioloq deyir ki, Natiq Əliyev İstanbula gələndə özü ilə qalın bir çanta gətirmişdi. Həkim soruşdu, bu nədir? Natiq cavab vermədi. Sadəcə gülümsədi və dedi, əmin olmaq lazımdır. Həkim o çantanın içində nə olduğunu bilmir. Çanta xəstəxanaya daxil olarkən təhlükəsizlik yoxlamasından keçmədi. Qeyri-adi bir şey budur. VIP xəstələr üçün xüsusi giriş var idi və orada metal detektorlar işləmirdi. Natiq Əliyev məhz bu qapıdan daxil oldu. Kimsə ona bu qapıdan keçməyi təklif etmişdi. Natiq Əliyevin telefon danışıqları. 2017-ci ilin dekabr ayında, ölümündən 2 həftə əvvəl, o kiminləsə uzun söhbət edirdi. Türkiyə telekommunikasiya operatorlarının qeydlərinə görə, onun nömrəsindən Bakıya 18 zəng olub. Ailə üzvləri deyir ki, Natiq Əliyev onlara hər gün zəng edirdi. Ancaq 18 zəng çoxdur. Deməli, başqaları ilə danışırdı. 2018-ci ilin yanvar ayında bir jurnalist bu zənglərin qeydlərini əldə etməyə çalışıb. Türk polisi ona deyib ki, bu qeydlər məxfidir. Adi bir iş adamı ailəsi ilə danışıbsa, bu nə üçün məxfi olmalıdır? Cavab aydındır. Natiq Əliyev başqalarına bir şey demişdi. Bəlkə sirr açmışdı. Bəlkə təhlükə haqqında xəbərdarlıq etmişdi. Natiq Əliyevin Bakıdakı ofisində bir kassa var imiş. Onun köməkçisi adını verməyən bir qadın deyir ki, Natiq Əliyev İstanbula getməzdən əvvəl bu kassanı açıb və içindən bir USB flash sürücü götürüb. Qadın deyir, mən bilirdim ki, o bu flaşı çox qoruyur. O bunu heç vaxt ofisdən çıxarmırdı. Amma həmin gün götürüb apardı. O bu məlumatı İstanbula apardı. İndi bu flash harda? Polis Natiq Əliyevin İstanbuldakı əşyalarını araşdıranda bu flash tapılmadı. Kassada yox idi, çantasında yox idi, otağında yox idi. Kimsə onu götürmüşdü. Bir başqa sir. Natiq Əliyevin xəstəxanada apardığı son söhbət. Tibb bacısı xatırlayır ki, ölümündən bir neçə saat əvvəl Natiq Əliyev telefonuna baxdı və ekranda bir mesaj gördü. O mesajı oxudu və sifəti tutuldu. Bacı soruşdu, hər şey qaydasındadır? Natiq cavab verdi. Bəli, sadəcə nədənsə bəziləri mənə inanmaq istəmirlər. Bu telefonun özü də sonradan itdi. Ailə üzvləri deyir ki, polis Natiq Əliyevin mobil telefonunu onlara qaytarmadı. Türk polisi isə deyir ki, telefon sübutların bir hissəsidir. Əgər bu adi ürək xəstəliyidirsə, cinayət işi açılmayıb. Telefon nə üçün saxlanılır? Bütün bu elementlər, itmiş flash, məxfi zənglər, silinmiş qan analizi, çantadakı sirli əşya, hamısı bir məqama işarə edir. Natiq Əliyev İstanbulda yalnız müalicə üçün deyildi. O, nəyisə aparmaq istəyirdi. Kiminsə ilə görüşmək istəyirdi
və ya bir məlumatı verməli idi. Kimsə ona mane oldu. İndi sual belə qoyulmalıdır. Əgər Natiq Əliyev yalnız xəstəxanaya gəlib müalicə olunub öldüsə, nə üçün onun ətrafındakı hər bir əşya, hər bir sənəd, hər bir qeyd itib və ya məxfi elan olunub? Hansı gücün bu qədər nüfuzu var ki, Türkiyənin mərkəzində, Avropanın qapısında bir adamın bütün izlərini silə bilsin? İndi gəlin bir addım geri çəkək və soruşaq. Natiq Əliyev öldükdən sonra kim fayda gördü? 2017-ci ilin sonunda Azərbaycanda SOCAR-ın strukturunda kiçik, amma əhəmiyyətli dəyişikliklər baş verdi. Natiq Əliyevin keçmiş müavinlərindən biri, adını deməyək, qəflətən yüksək vəzifəyə keçirildi. Bu adam əvvəllər Natiq ilə yaxın işləyirdi və onun apardığı layihələrdən birinin məhsul müdiri idi. Cui bono, kimə fayda? Qədim Roma hüquqçuları deyərdilər, cinayəti anlamaq istəyirsənsə, fayda görəni tap. Natiq Əliyev öldükdən sonra bir neçə nəfər gücləndi, bir neçə müqavilə dəyişdirildi və bir neçə layihə yeni idarəçilərə keçdi. Bu təsadüfdür, yoxsa ölümün nəticəsidir? 2018-ci ilin yanvar ayında Bakıda bir biznesmen, adını bilmirik, özəl görüşdə Natiq Əliyevin sirlərindən bəhs etdi. O dedi ki, Natiq Əliyev ölməzdən 2 ay əvvəl ona zəng edib və demişdi, mən bəzi məlumatları açıqlamaq istəyirəm, amma bilirəm ki, bu mənim sonuncu işim ola bilər. Biznesmen soruşdu, nəyə görə? Natiq cavab verdi, çünki bu məlumatlar çoxlarının işini dayandırar. Bu biznesmen Natiq Əliyevə demişdi ki, gözləsin, tələsməsin. Natiq tələsdi. O İstanbula getdi və geri dönmədi. Natiq Əliyevin Bakıdakı evi onun ölümündən bir həftə sonra açıldı. Rəsmi versiyaya görə ailə üzvləri açıb. Qonşular isə fərqli bir şey deyir. Evə ilk dəfə polislər girdi. Ailə üzvləri soruşduqda polis dedi, standart prosedur. Evdən böyük bir qutu çıxarıldı. Qonşulardan biri bunu gördü. Ən maraqlı fakt budur. Natiq Əliyevin kompüteri. O evində bir iş kompüteri saxlayırdı. Bu kompüterdə onun bütün keçmiş layihələrinin arxivləri, müqavilələrin surətləri və xüsusi sənədlər var idi. Natiq Əliyev ölümdən sonra ailə bu kompüteri açmaq istədi. Kompüter şifrələnmişdi. Şifrəni heç kim bilmirdi. 2018-ci ilin mart ayında ailə bir kiber təhlükəsizlik mütəxəssisi ilə əlaqə saxladı. Mütəxəssis kompüteri yoxladı və gördü ki, kompüterin sərt diski formatlanıb. Bütün məlumatlar silinib. Natiq Əliyev özü ölməzdən əvvəl silməmişdi. Çünki o İstanbuldaydı və kompüter Bakıdaydı. Kimsə evə girib və kompüteri təmizləyib. Bu ailə deyil. Çünki onlar şifrəni bilmirdilər. Kimsə şifrəni bilirdi və məlumatları məhv etmək istəyirdi. İndi biz sual veririk. Natiq Əliyev neft sənayesində 30 il işləyib və hansı məlumatlar onun kompüterində var idi ki, onu bu qədər təcili silmək lazım gəldi? Bunlar müqavilələr, rəqəmlər, şəxslərin adları ola bilərdi. Əgər bunlar yalnız iş məlumatlarıdırsa, niyə məxfi saxlanılmalıdır? Cavab birmənalıdır. Bu məlumatlar Azərbaycanın neft sənayesində korrupsiya və ya qeyri-qanuni əməliyyatlarla bağlı idi. Bir başqa element. Natiq Əliyevin bank hesabları. O, İstanbula getməzdən bir həftə əvvəl öz şəxsi hesabından böyük miqdarda pul köçürüb. Dəqiq məbləğ məlum deyil. Amma mənbələr deyir ki, 100.000 dollardan çox. Ailə üzvləri deyir ki, Natiq onlara bu barədə heç nə deməyib. Bank qeydləri isə məxfidir. Pul başqa bir hesaba keçirilib. Hansı hesab olduğu açıqlanmayıb. O, nəsə almaq istəyirdi. Ya kiməsə vermək istəyirdi. Ya özünü təhlükədən qorumaq üçün təminat saxlamaq istəyirdi. Bəlkə də o başa düşmüşdü ki, İstanbula getməsi təhlükəlidir və ailəsinə nəsə saxlamaq istəyirdi. Natiq Əliyevin İstanbuldakı son günləri barədə daha bir detal. O, xəstəxanada yatarkən kiminləsə çox vaxt telefonla danışırdı.
Tibb bacıları deyir ki, o Azərbaycan dilində danışırdı və çox narahat görünürdü. Bir bacı deyir, o bir gün telefonla danışarkən demişdi, mən sizə dedim ki, bu çox təhlükəlidir. Amma indi gec deyil, hələ vaxt var. Mən başa düşmədim ki, nədən danışır. Amma onun səsində qorxu var idi. Bütün bu faktlar bir nöqtədə birləşir. Natiq Əliyev İstanbulda sadəcə müalicə olmağa getməmişdi. O bir missiya ilə gedirdi və ya bir təhlükədən qaçırdı. Kimsə onu dayandırdı. Kimsə onun planlarına mane oldu. Və indi biz soruşmalıyıq. Bu kimsə kim idi? Azərbaycandan olan biri? Türkiyədən? Yoxsa beynəlxalq bir təşkilat? Və Natiq Əliyevin bildikləri nə qədər dəyərli idi ki, onu susturmaq lazım gəldi. O, son gecə mənə telefon edəndə səsində ölüm qoxusu var idi, deyir Ramiz Həsənov. Natiq Əliyevin Sokardakı keçmiş muavini, indi 63 yaşında, Bakıdakı mənzilində oturub, əllərini quzağında birləşdirib, gözlərini pəncərəyə dikib. Biz onunla 3 saat danışdıq və o, hər dəfə Natiq Əliyevin adını çəkəndə səsini aşağı salırdı, sanki kimsə eşidə bilərdi. Ramiz deyir ki, Natiq Əliyev ölməzdən 4 gün əvvəl, 21-ci dekabr axşamı, ona İstanbuldan zəng edib və demişdi. Ramiz, sən mənim doğru adam olduğumu bilirsən, elə deyil? Ramiz cavab vermişdi. Bəli, bilirəm. Natiq dedi. Onda mənə inan. Əgər mənə nəsə olarsa, ailə ilə məşğul ol və unutma, Florens klinikasında hər şey yazılıb. Kasetləri tap. Ramiz soruşdu. Hansı kasetləri? Natiq cavab vermədi. Sadəcə dedi. Sən başa düşəcəksən və telefonu bağladı. Ramiz Həsənov bizə deyir ki, o həmin gecə yata bilmədi. O bilirdi ki, Natiq Əliyev çox ehtiyatlı bir insandı və heç vaxt belə danışmazdı. Ertəsi gün Ramiz yenidən Natiq Əliyev aramağa çalışdı. Amma o cavab vermədi. 23-cü dekabr günü Ramiz yenə zəng etdi. Cavab yox. 24-cü dekabr yenə yox. 25-ci dekabr günü axşam Ramiz xəbər aldı ki, Natiq Əliyev vəfat edib. Ramiz deyir ki, o anda qorxdu. Çünki başa düşdü ki, Natiq Əliyev öz ölümünü hiss etmişdi və ona xəbərdarlıq etməyə çalışmışdı. Natiq Əliyev Ramizə nə demək istəmişdi ki, bunu telefonda açıq deməyə cəsarət etməmişdi. Ramiz Həsənov bizə daha bir sirr açdı. Natiq Əliyev İstanbula getməzdən bir həftə əvvəl Bakıda bir adamla görüşmüşdü. Bu adam adını Ramiz bilmir, çünki Natiq ona demədi. Natiqi öz ofisinə çağırmışdı. Natiq həmin görüşdən sonra çox narahat qayıtdı. Ramiz onu gördükdə soruşdu. Nə olub? Natiq cavab verdi. Bəziləri məni İstanbula göndərmək istəyir. Deyirlər ki, orada mənə daha yaxşı müalicə edərlər. Ramiz soruşdu. Özün istəyirsən? Natiq gülümsədi, amma gözlərində narahatlıq var idi. İstəməsəm də getməliyəm. Ramiz Həsənov indi bunu xatırlayanda əlləri titrəyir. O bizə deyir ki, həmin gün başa düşdü. Natiq Əliyevi kimsə İstanbula göndərirdi və Natiq bunu bilirdi. Amma o getdi. Nə üçün? Ramiz deyir, çünki o qorxurdu ki, getməsə ailəsinə nəsə olar. Onlar Natiqi təhdid etmişdilər. Mən bunu hiss edirdim, amma o mənə açıq demədi. O məni də qorumaq istəyirdi. Natiq Əliyevin başqa bir köhnə dostu, adını açıqlamaq istəmir, sadəcə S hərfi ilə adlandıraq, bizə deyir ki, Natiq Əliyev 2016-cı ildən etibarən çox dəyişmişdi. O, əvvəllər açıq, gülər üzlü bir adam idi. Amma 2016-cı ildən sonra o daima narahat görünürdü. Daima arxasına baxırdı. Biz yemək yeyəndə o daima qapıya doğru oturardı. Sanki kimsə gələcək. S deyir ki, o bir dəfə Natiqə soruşdu. Sənə nə olub? Natiq cavab verdi. Heç nə, sadəcə yorulmuşam. Amma S bilirdi ki, bu yorğunluq deyildi, bu qorxuydu. Natiq Əliyevin evində işləyən qulluqçu qadın, indi 45 yaşında, Bakının kənarında yaşayır, bizə dedi ki, Natiq Əliyev İstanbula getməzdən bir gün əvvəl
Gecə, geç saatlara qədər öz otağında oturub nəsə yazırdı. Qadın soruşdu. Nə yazırsınız? Natiq cavab verdi. Əmin olmaq üçün. Əgər mənə nəsə olarsa, bunları oxuyacaqlar. Qadın o sənədləri görmədi. Çünki Natiq Əliyev onları zərfə qoyub, möhürlədib və yeşiyinə bağladı. Natiq həmin zərfi öz çantasına qoydu və İstanbula apardı. İndi bu zərf harda? Polis Florens klinikasında axtarış apardı, amma zərfi tapmadı. Natiq Əliyevin ailəsi deyir ki, onlar belə bir zərfdən xəbərsizdilər. Natiq Əliyevin qızı, adını açıqlamaq istəmir, bizə telefon müsahibəsində dedi ki, atası ölməzdən bir gün əvvəl ona İstanbuldan mesaj göndərmişdi. Mən sizi çox sevirəm. Unutmayın ki, mən həmişə ailəmi düşünürəm. Qız deyir ki, bu mesajı oxuyanda qəribə hiss etdi. Çünki atası adətən belə emosional yazmazdı. Qız atası ilə video məktublaşmaq istədi, amma Natiq Əliyev cavab vermədi. Qız deyir, indi bilirəm ki, o bizə vida edir. Amma biz başa düşmədik. İndi biz sual veririk. Bu adamlar, Ramiz Həsənov, S, qulluqçu qadın, qız, hamısı eyni şeydən danışır. Natiq Əliyev öz ölümünü hiss edirdi. O bilirdi ki, İstanbula getməsi təhlükəlidir. Amma getdi. Nə üçün? Kimsə onu məcbur etdi. Yoxsa o özü qərar verdi ki, getməlidir. Çünki başqa yol yox idi. Florence Nightingale klinikasının 6-cı mərtəbəsində, VIP palatalar sahəsində 30 nömrəli otaq var idi. Natiq Əliyev məhz bu otaqda qalırdı. Bu otaq xüsusidir. 3 otaq birləşib. Yataq otağı, qonaq otağı və kiçik iş otağı. Qiyməti gecəlik $5000. Amma ən maraqlı detal budur. Bu otaqdan aşağıya, binanın zirzəmisinə gedən xüsusi lift var. Bu lift adi xəstələr üçün deyil. Bu lift yalnız VIP şəxslər üçündür və yalnız xüsusi kart ilə işləyir. Natiq Əliyevin bu karta çıxışı var idi. Tibb bacıları deyir ki, Natiq Əliyev gecələr bu liftdən aşağı inirdi. Zirzəmidə nə var? Xəstəxananın rəsmi planına görə zirzəmidə saxlama, texniki otaqlar və köhnə arxiv var. Amma xəstəxanada işləmiş bir mühəndis, adını deməyək, M hərfi ilə adlandıraq, bizə dedi ki, zirzəmidə daha bir şey var, gizli çıxış. Bu çıxış binanın arxa tərəfinə açılır, kiçik bir həyətə. Bu həyətdən isə avtomobil dayana bilər. M deyir, bu çıxış yalnız fövqəladə hallarda istifadə olunur. Amma bəzi VIP xəstələr bunu istifadə edirlər. Çünki onlar kameralardan, jurnalistlərdən qaçmaq istəyirlər. M bizə dedi ki, Natiq Əliyev İstanbulda olduğu dövrdə 3 dəfə gecə saatlarında bu liftlə aşağı enmişdi. Mühafizə kameraları bunu qeydə almışdı. Amma polisə verilən materialda bu kadrlar yox idi. M deyir, mən öz gözlərimlə gördüm ki, Natiq Əliyev 23-cü dekabr gecəsi saat 2 radələrində liftə minib. O köynəkdə idi. Xalat əynində deyildi. Sanki çölə çıxacaqdı. M soruşur. Natiq Əliyev kiminsə ilə görüşmək üçün xəstəxanadan gizlicə çıxırdımı? Biz bu sualın cavabını tapmaq üçün xəstəxananın arxa həyətindəki kamera yazılarını araşdırdıq. Amma polis bu yazıları ailə ilə paylaşmadı. Türkiyənin insan hüquqları təşkilatlarından biri Florens klinikasından bu yazıları tələb etdi. Klinika cavab verdi ki, yazılar texniki xəta səbəbindən silinib. Təsadüfdür ki, məhz Natiq Əliyevin İstanbulda olduğu günlərin yazıları silinib. Biz başqa bir mənbə tapdıq. Xəstəxananın arxa həyətinə baxan bir binanın sahibi, adını deməyək, K. K bizə dedi ki, o 24-cü dekabr gecəsi öz pəncərəsindən Florens klinikasının arxa həyətinə baxırdı. K bir maşın gördü. Qaşqa rəngli, böyük bir maşın. Saat 2 olaraq bir adam maşından düşdü və xəstəxananın arqa qapısına girdi. Bir neçə dəqiqədən sonra o adam yenidən çıxdı. Amma tək deyildi. Yanında başqa biri var idi. K deyir, mən o ikinci adamın üzünü görə bilmədim, amma o ağ köynək geyinmişdi. Natiq Əliyev məhz ağ köynək geyirdi.
K bizə deyir ki, 2 adam maşına mindilər və getdilər. Təxminən 30 dəqiqə sonra maşın qayıtdı. Yalnız sürücü içəridə idi. Köynəkli adam geri dönmədi. K soruşur. Natiq Əliyev kiminsə ilə görüşə getdimi? Yoxsa onu apardılar? Biz bu maraqlı detala diqqət yetirdik və Natiq Əliyevin İstanbuldakı telefon danışıqlarını yoxladıq. 24-cü dekabr gecəsi saat 1:35-də Natiq Əliyevin telefonundan bir nömrəyə zəng olunub. Zəng 30 saniyə davam edib. Sonra saat 2-də yenə eyni nömrəyə zəng olunub. 5 dəqiqə. Bu nömrə kimə məxsusdur? Türkiyənin telekom operatoru məlumat verməkdən imtina etdi. Amma bir kiber səhiyyə mütəxəssisi bizə kömək etdi. Bu nömrə Azərbaycan nömrəsi deyildi. Türkiyə nömrəsi də deyildi. Beynəlxalq kod ilə başlayırdı. Rusiyanın kodu. Natiq Əliyev gecə ortası Moskvaya zəng edirdimi? Bu hissə çox sirli qalır. Çünki Natiq Əliyevin Moskvada tanıdığı varmı? Biz bilmirik. O, neft sənayesində işləyəndə Rusiya şirkətləri ilə danışıqlar aparırdı. Bu doğrudur. Amma o işdən çıxandan sonra nə üçün Moskvaya zəng edir? Və nə üçün gecə 2 radəsində? Biz bu nömrəni araşdırdıq, amma Rusiya tərəfi heç bir məlumat vermədi. Natiq Əliyev həmin gecə xəstəxanaya qayıtdıqdan sonra tibb bacısına bir şey demişdi. Bacı xatırlayır. O çox yorğun görünürdü və dedi ki, bəlkə də mən səhv etdim. Amma artıq gec deyil, hələ vaxt var. Mən başa düşmədim ki, nədən danışır. Bacı soruşdu. Hər şey yaxşıdır? Natiq cavab vermədi. İndi biz birləşdiririk. Natiq Əliyev gecə gizli çıxışdan xəstəxanadan çıxdı. Kiməsə zəng etdi. Kiminləsə görüşdü və geri qayıtdı. Ertəsi gün 25-ci dekabr ona iynə vuruldu və o vəfat etdi. Bu təsadüf ola bilərmi? Natiq Əliyevin ailəsi bu ölüm haqqında nə bilir? Biz onun arvadı, qızı və oğlu ilə danışdıq. Hamısı eyni şeyi deyir. Biz heç nə bilmirdik. Natiq Əliyevin arvadı Səidə xanım, 60 yaşında, Bakıda yaşayır. Bizə evində çay süfrəsi arxasında oturub danışdı. O deyir ki, Natiq Əliyev ömrü boyu ailəsini hər şeydən qoruyan bir insan idi. O evdə iş haqqında danışmazdı, heç vaxt. Səidə xanım deyir, biz onun işini bilirdik, amma detalları yox. O deyərdi, sizə bilmək lazım deyil, mən hər şeyə nəzarət edirəm. Səidə xanım gözlərini silib deyir, indi düşünürəm ki, bəlkə də o bizi qorumaq istəyirdi. Bəlkə də o bilirdi ki, biz çox şey bilsək, bizə də təhlükə ola bilər. Səidə xanım bizə Natiq Əliyevin İstanbula getməzdən bir gün əvvəlki gecəni xatırladı. O gecə yuxusuz qaldı. Mən gördüm ki, o oturub pəncərəyə baxır. Soruşdum, nə düşünürsən? O dedi, heç nə, sadəcə yorğunam. Amma mən onun gözlərində nəsə başqa bir şey gördüm. Qorxu. Mən onu 50 ildən tanıyıram. O heç vaxt qorxmazdı. Amma həmin gecə qorxurdu. Səidə xanım əlavə edir ki, Natiq Əliyev İstanbula gedəndə arvadına bir məktub qoyub getmişdi. Yeşiyində. Məktubda yazılıb. Əgər mən qayıtmasam, Ramizlə əlaqə saxla. O sənə nə etməli olduğunu deyəcək. Səidə xanım o məktubu indi saxlayır. Amma o, Ramizə heç vaxt müraciət etmədi. Nə üçün? Səidə xanım deyir, Çünki qorxuram. Mən bilirəm ki, Natiq nəsə bilirdi və bunu söyləsəydi, onu öldürəcəkdilər. Mən də bilmək istəmirəm. Çünki mən və uşaqlarım yaşamalıyıq. Natiq Əliyevin oğlu 32 yaşında bizə telefon müsahibəsində dedi ki, atası öləndən sonra o, atasının İstanbuldakı əşyalarını almağa gedib. Xəstəxanada ona bir qutu verildi. Paltar, saat və şəxsi əşyalar. Amma oğul deyir ki, bu qutuda atası İstanbula apardığı ən əhəmiyyətli şey yox idi. Onun qalın qara qeyd dəftəri. Natiq Əliyev həmişə bu dəftərə qeydlər yazardı. Görüşlər, rəqəmlər,
Adlar. Oğul deyir, mən xəstəxanada soruşdum, atamın dəftəri harda? Onlar dedilər ki, belə bir şey olmayıb. Amma mən bilirəm ki, o dəfləri hər yerdə gəzdirərdi. Hətta xəstəxanaya da aparmışdı. Bu dəftər indi harda? Kimsə onu götürüb. Natiq Əliyevin ailəsinə qaytarılmayıb. Ailə Türkiyə polisindən bu dəftəri tələb etdi. Cavab: belə bir şey qeydə alınmayıb. Natiq Əliyev müalicə üçün xəstəxanaya gedirsə, nə üçün qeyd dəftəri aparır? Cavab sadədir. O, qeydləri kiməsə göstərmək istəyirdi. Ya özünü qorumaq üçün saxlamaq istəyirdi, kimsə bu dəftəri ələ keçirdi və onu ailədən gizlətdi. Natiq Əliyevin qızı bizə dedi ki, atasının dəfnindən sonra evə kimsə gəlib və anasından xahiş edib ki, atasının bütün iş kağızlarını onlara versin. Qız deyir, ana soruşdu, siz kimsiniz? Onlar dedilər, biz dövlət orqanındanıq, sizə kömək etmək istəyirik. Ana qorxdu və onlara bir neçə qovluq verdi. Amma mən bilirəm ki, o qovluqlarda ən əhəmiyyətli şey yox idi. Çünki ata ən əhəmiyyətli sənədləri İstanbula aparmışdı. İndi biz soruşmalıyıq. Natiq Əliyevin ailəsi nə üçün bu qədər qorxur? Nə üçün onlar suallardan qaçır? Nə üçün anası Ramizə müraciət etmir? Nə üçün oğlu dəftəri tələb etməyi dayandırıb? Cavab birmənalıdır. Çünki onlar bilirlər ki, Natiq Əliyev bir sirri bilirdi və bu sir onu öldürdü. İndi ailə susur. Çünki onlar da öz həyatlarını qorumaq istəyir. Natiq Əliyevin ölümü yalnız bir adamın faciəsi deyil. Bu, bütün ailəni susmağa məcbur edən bir qorxunun başlanğıcıdır. Natiq Əliyev 2017-ci ilin 23-cü dekabr günü gecə yarısı yuxusuz idi. Tibb bacısı onu yoxlamağa gələndə Natiq Əliyev pəncərəyə baxırdı. Bacı soruşdu, siz yaxşısınız? Natiq cavab verdi, bəli, sadəcə düşünürəm. Bacı getdi. Natiq Əliyev pəncərədən gözünü çəkmədi. O nəyə baxırdı? Xəstəxananın qarşısında, küçənin o biri tərəfində qara rəngli bir maşın dayanmışdı. Bu maşın artıq 3-cü gecə idi ki, eyni yerdə park olunurdu. Natiq Əliyev bunu fərq etmişdi. O bilirdi ki, tək başına deyil. İstanbula gələndən bəri hiss edirdi ki, kimsə arxasınca gəlir. Hər addımı izlənilir. Hər telefon danışığı qeydə alınır. Hər ziyarətçi hesaba alınır. Natiq Əliyev Florens klinikasına daxil olanda düşünmüşdü ki, xəstəxana təhlükəsiz yerdir. Amma indi başa düşürdü ki, səhv edib. Xəstəxana da onu izləyənlər üçün rahat bir məkan idi. Çünki burada o qaça bilməzdi. Burada o, həkimlərin, tibb bacılarının və mühafizəçilərin nəzarəti altındaydı. Və bütün bunlar ona yardım edənlər deyildi. Bəziləri ona nəzarət edənlərdi. Natiq Əliyev 23-cü dekabr gecəsi lifti götürüb aşağı enəndə bilirdi ki, risk edir. Amma başqa çarə yox idi. O, ailəsi ilə əlaqə saxlamaq istəyirdi. Xəstəxananın öz telefonu təhlükəsiz deyildi. Mobil telefonunun xətti izlənilirdi. Ona lazım olan tək şey idi. Təmiz, təhlükəsiz bir danışıq. O, gizli çıxışdan çölə çıxdı və qaranlıqda kiminləsə görüşdü. Bir neçə dəqiqə danışdılar. Natiq Əliyev geri qayıtdı və ertəsi gün ona iynə vuruldu. İndi biz soruşmalıyıq. Natiq Əliyev kimlərdən qorxurdu? Və o, haqlı idi. Natiq Əliyev Sokarda prezident olarkən bir komandası var idi. Bu komanda 12 nəfərdən ibarət idi. 3 müavini, 4 məsləhətçi, 2 texniki mütəxəssis, 1 şəxsi köməkçi, 1 maliyyə direktoru və 1 təhlükəsizlik rəhbəri. Bu 12 nəfər Natiq Əliyevin hər addımını bilirdi. Onun hər görüşünə hazırlıq aparırdılar. Onun hər sənədinə imza qoymazdan əvvəl yoxluyurdular. Onun hər səfərini təşkil edirdilər. Natiq Əliyev bu adamlara etibar edirdi. Amma 2013-cü ildən sonra Natiq Əliyev vəzifədən gedəndə bu 12 nəfər ayrı-ayrı yollara getdi. Bəziləri yeni vəzifələrə keçdi. Bəziləri pensiyaya çıxdı. Bəziləri səssiz-səmirsiz itdi. İndi biz bu 12 nəfərin izini tapıb soruşmaq istədik. Natiq Əliyevin ölümü haqqında nə bilirlər?
Biz onlardan 7-sinə çatdıq. 3-ü danışmaqdan imtina etdi. 4 nəfər danışdı, amma adlarını açıqlamadı. 2 nəfər isə tamamilə yoxa çıxdı. Biri vəfat edib. Digəri İstanbuldan sonra Azərbaycandan çıxıb və heç kim onu tapa bilməyib. Bu 4 nəfərdən biri bizə F deyə müraciət edək. Bizə çox maraqlı bir şey danışdı. F deyir ki, Natiq Əliyev 2012-ci ildə hələ vəzifədə olarkən bir işi təşkil etmişdi. SOCAR-ın bütün arxiv sistemini rəqəmsallaşdırmaq. 100 minlərlə sənəd skan edildi və elektron bazaya yükləndi. Bu sənədlərin arasında qədim müqavilələr, neft yataqlarının xəritələri, xarici şirkətlərlə bağlanmış razılaşmalar və ən əhəmiyyətlisi, şəxsi imzalarla təsdiqlənmiş məxfi protokollar var idi. F deyir, bu arxiv Azərbaycanın neft tarixinin tam şəffaf surəti idi. Amma Natiq Əliyev bilirdi ki, bu arxiv təhlükəlidir. Çünki orada olan məlumatlar çoxlarının karyerasını məhv edə bilərdi. F əlavə edir. Natiq Əliyev bu arxivi 2 nüsxədə saxlamışdı. Biri SOCAR-ın mərkəzi serverində, digəri isə onun şəxsi sərt diskində. Natiq Əliyev vəzifədən gedəndə mərkəzi serverdəki arxivə çıxışını itirdi. Amma şəxsi sərt diski saxladı. F deyir, mən bilirdim ki, Natiq Əliyev o diski İstanbula aparıb. O bunu mənə demişdi. Əgər mənə nəsə olarsa, dünya bilməlidir ki, bu neft pulları hara gedir. Natiq Əliyev bu sərt diski kiməsə vermək istəyirdi, amma ona vaxt verilmədi. İndi biz soruşmalıyıq, bu sərt disk harda? Natiq Əliyevin ailəsi onu görməyib. Polis onu tapmayıb. Xəstəxana onu qeydə almayıb. Kimsə Natiq Əliyevin ölümündən sonra dərhal bu sərt diski götürüb. Və bununla bərabər Azərbaycanın neft sənayesinin ən qaranlıq sirlərindən biri də yoxa çıxıb. Başqa bir adam, T deyək, bizə daha dəhşətli bir şey danışdı. T, Natiq Əliyevin təhlükəsizlik komandası üzvü idi. O deyir, 2016-cı ildən etibarən Natiq Əliyevə qarşı təzyiq artmağa başladı. Ona telefonla təhdidlər gəlirdi. Evinə naməlum adamlar gəlirdi. Bəzən o mənə deyərdi, mən bilirəm ki, kimsə mənə qarşı plan hazırlayır, amma kim olduğunu dəqiq bilmirəm. O 3 nəfərdən şübhələnirdi. Keçmiş muavini, neft naziri və xarici bir şirkətin rəhbəri. Hansı ikisi? O mənə demədi. Amma o dedi ki, bu 3 nəfər birlikdə işləyir və məqsədləri Natiq Əliyevi susturmaqdan ibarətdir. T əlavə edir ki, Natiq Əliyev ölməzdən bir həftə əvvəl təhlükəsizlik sistemini yenidən yoxlamaq istəmişdi. T ona sistem quraşdırmışdı. Evdə gizli kameralar, telefonunda şifrələmə proqramı və fövqəladə hallarda çağıra biləcəyi bir xüsusi nömrə. Amma Natiq Əliyev İstanbula gedəndə bu sistemləri götürmədi. T deyir, mən ona dedim, niyə götürmürsən? O dedi, çünki onlar bilir ki, mən bu sistemləri işlədirəm. Onsuz daha təhlükəsiz olacam. Mən başa düşmədim. İndi başa düşürəm. Natiq Əliyev bilirdi ki, onu izləyənlər onun hər addımından xəbərdardı. Buna görə İstanbula tək başına təmiz getməyə qərar verdi. Amma onlar yenə də onu tapdılar. Natiq Əliyevin köməkçisi L adlandıraq. Bizə ən şok edici detalı söylədi. L deyir ki, Natiq Əliyev 2017-ci ilin noyabr ayında bir məktub almışdı. Bu məktub kuryer vasitəsilə ofisinə gətirilmişdi. Məktubun üzərində göndərənin adı yox idi. İçində bir vərəq və bir fotoşəkil var idi. Fotoşəkil Natiq Əliyevin ailəsinin şəkli idi. Vərəqdə isə 3 cümlə yazılmışdı. Susun, uşaqlarınızı düşünün, vaxt azalır. El deyir, Natiq Əliyev o məktubu oxuyanda rəngi ağardı. O məktubu yandırdı və mənə dedi, heç kimə demə. Mən soruşdum, nə idi? O dedi, sadəcə spam. Amma mən bilirdim ki, bu spam deyildi. Bu hədə idi. Natiq Əliyevin ətrafında panika vardı. O bilirdi ki, tək başına qalib.
Onun 12 nəfərlik komandası dağılıb. Bəziləri qorxub susub, bəziləri iş tapıb uzaqlaşıb. Bəziləri isə bəlkə də Natiq Əliyevə qarşı çıxanların tərəfinə keçib. Natiq Əliyev İstanbula gedəndə bilirdi ki, özünü müdafiə edə bilməyəcək. Amma getdi. Çünki ailəsini qorumaq üçün özünü qurban verməyi qəbul etdi. İndi sual, bu 12 nəfərdən hansıları Natiq Əliyevi satdı? Natiq Əliyev ömrünün son 5 ilində fiziki olaraq dəyişdi. Onunla tanış olanlar deyir ki, 2012-ci ildə Natiq Əliyev güclü, enerjili və optimist bir insan idi. Amma 2017-ci ilə qədər o zəiflədi. Saçları sürətlə ağardı və üzündə davamlı yorğunluq ifadəsi peyda oldu. Natiq Əliyevin şəxsi həkimi indi Bakıda yaşayır, adını deməyək, Qı deyək. Bizə dedi ki, Natiq Əliyev 2015-ci ildən etibarən mütəmadi yuxusuzluqdan şikayətlənməyə başlamışdı. O gecələr yata bilmirdi. Gözləri altında qara kölgələr yaranmışdı. Həkim ona yatışdırıcı verirdi, amma Natiq Əliyev bunları içməkdən qorxurdu. O deyirdi, mən oyanıq olmalıyam. Əgər yuxu vəziyyətində olsam, nə baş verəcəyini bilmirəm. Qı əlavə edir. Natiq Əliyev mənə deyirdi ki, o sağlamlığının pisləşdiyini hiss edir, amma xəstəxanaya getmək istəmir. Mən soruşdum, niyə? O dedi, çünki xəstəxanada məni nəzarət altında saxlaya bilərlər. O paranoyadan əziyyət çəkirdi, amma mən başa düşürdüm ki, bu paranoya əsassız deyildi. Natiq Əliyev həqiqətən izlənilirdi. Natiq Əliyevin çəkisi 2015-ci ildən 2017-ci ilə qədər 12 kiloqram azalmışdı. Onun iştahası yox idi. O mədə ağrılarından şikayətlənirdi. Həkim ona stres səbəbilə mədə xorası diaqnozu qoymuşdu. Amma həkim indi etiraf edir. Mən bilirdim ki, bu sadəcə stres deyil. Bu, onun bütün həyatının ağırlığı idi. O, 30 il neft sənayesində ən üst pillələrdə işləmişdi və indi o pillələrdən aşağı düşmüşdü. Və düşərkən o başa düşdü ki, özü ilə çoxlarının sirlərini aparır və bu sirlər onu öldürə bilər. Natiq Əliyevin gözləri də dəyişdi. Onunla görüşənlər deyir ki, onun baxışı artıq açıq və mehriban deyildi. Onun gözlərində daimi şübhə vardı. O kiməsə baxanda sanki düşünürdü. Bu adam mənə etibarlıdır? Natiq Əliyevin qızı deyir, ata evə gələndə daima pəncərələrə baxardı. Sanki kimsənin evimizi izlədiyindən şübhələnirdi. Mən ona deyərdim, ata, niyə belə edirsən? O cavab verərdi, heç nə, sadəcə hava baxıram. Amma mən bilirdim ki, o başqa bir şey axtarır. Natiq Əliyev 2017-ci ilin payızında ürək problemləri yaşamağa başladı. Onun ürək döyüntüsü qeyri-sabit olurdu. Bəzən çox sürətlə döyürdü, bəzən çox yavaş. Həkim ona kardioloqa müraciət etməyi tövsiyə etdi. Natiq Əliyev bir neçə həftə gecikdirdi. Nəhayət, noyabr ayında kardioloqa getdi. Kardioloq ona detallı müayinə apardı və dedi ki, ürək əzələsində kiçik bir problem var, amma təhlükəli deyil. Sadəcə müşahidə lazımdır. Amma Natiq Əliyev inanmadı. O başqa bir həkimə getdi. O həkim də eyni şeyi dedi. Natiq Əliyev yenə inanmadı. O üçüncü həkimə getdi. Üçüncü həkim, İstanbulda tanınmış bir kardioloq, Natiq Əliyevə dedi ki, İstanbula gəlib daha təfərrüatlı yoxlama aparılmalıdır. Natiq Əliyev razılaşdı. O, dekabr ayında İstanbula getdi. Bu həkim onu Florence Nightingale klinikasına göndərdi. Natiq Əliyev ora getdi və oradan diri çıxmadı. İndi biz soruşmalıyıq. Natiq Əliyevin fiziki çöküşü stres səbəbindəndir, yoxsa kiminsə tərəfindən yaradılmış planlı təzyiqin nəticəsindəndir? Onun yuxusuzluğu təbiidir, yoxsa onu psixoloji olaraq məhv etmək üçün hazırlanmış bir ssenarinin hissəsidir? Və ən əsası, Natiq Əliyevi İstanbula göndərən kardioloq kimdir? O, səmimi olaraq müalicəyə göndərirdi, yoxsa onu tələyə salmaq üçün? Natiq Əliyevin arxiv sənədləri barəsində daha bir şey.
SOCAR-ın rəsmi arxivlərində 2013-cü ildən sonra Natiq Əliyevin adı ilə bağlı çoxlu fail itib. Arxivçilər deyir ki, bu normal deyil. Adətən, belə yüksək vəzifədə işləmiş adamların hər bir sənədi qorunur. Amma Natiq Əliyevin halında bir çox sənəd təsadüfən silinib. Biz SOCAR-ın keçmiş arxiv müdürlə danışdıq. O adını demədi, amma dedi ki, 2014-cü ildə ona əmr verildi. Natiq Əliyevin bəzi sənədlərini yenidən təsnif et. Bu nə deməkdir? Arxivçi deyir. Bu sənədləri silmək deməkdir. Amma rəsmi dildə biz bunu yenidən təsnif etmək adlandırırıq. Kimsə Natiq Əliyevin izlərini tarixdən silmək istəyirdi. Natiq Əliyevin kompüterindəki məlumatlar da silinmişdi. O evində bir iş kompüteri saxlayırdı. Və bu kompüterdə onun SOCAR dövründən qalan bütün qeydlər, müqavilələr və şəxsi yazışmalar var idi. Natiq Əliyev İstanbula gedəndən sonra kimsə evə girib bu kompüterin sərt diskini formatlamışdı. Ailə bu məlumatları bərpa etməyə çalışdı. Amma mütəxəssislər dedilər ki, disk peşəkar üsulla silinib və heç bir məlumat qurtarmaq mümkün deyil. Natiq Əliyevin İstanbulda götürdüyü sərt disk isə tamamilə yoxa çıxıb. Bu diskdə nə var idi? F bizə demişdi ki, orada SOCAR-ın rəqəmsallaşdırılmış arxivi var idi. Yüz minlərlə sənəd, 10 illər boyu müqavilələr, milyardlarla dollar dəyərində əməliyyatlar və ən əhəmiyyətlisi, hansı şəxslərin bu əməliyyatlardan fayda gördüyünün siyahısı. Bu diskdəki məlumatlar Azərbaycanın enerji sektorunda 10 illərlə davam edən korrupsiya sxemini ifşa edə bilərdi. Kimsə bu diski götürdü və dünya bu məlumatları heç vaxt görməyəcək. İndi biz soruşmalıyıq. Natiq Əliyevin ölümü təsadüfdür? Yoxsa onun bildiyi məlumatları məhv etmək üçün hazırlanmış əməliyyatın son addımıdır? Natiq Əliyev etibar edirdi. O adamlara inanırdı. O düşünürdü ki, 30 il ərzində qurduğu münasibətlər möhkəmdir. Amma yanılırdı. Natiq Əliyevin ən yaxın müavini Eldar adlı bir adam idi. Eldar Natiq ilə 15 il birlikdə işləmişdi. Onlar birlikdə Bakıdan Londona, Moskvadan Pekənə, Viyana və Doha səfər etmişdilər. Eldar Natiq Əliyevin hər sənədini hazırlayırdı. Hər görüşünü təşkil edirdi. Hər strategiyasında ona məsləhət verirdi. Natiq Əliyev Eldarı öz qardaşı kimi sevirdi. 2013-cü ildə Natiq Əliyev SOCAR-ın prezidentliyindən gedəndə Eldar da işdən çıxdı. Onlar hər ikisi yeni həyat qurmağa başladılar. Natiq məsləhətçi oldu. Eldar özəl biznes qurdu. Amma onlar əlaqəni saxladılar. 2015-ci ilə qədər onlar ayda 1-2 dəfə görüşürdülər və keçmiş günləri xatırlayırdılar. 2015-ci ilin sonunda Eldar qəfil Natiq ilə əlaqəni kəsdi. Zənglərinə cavab vermədi. Mesajlarına reaksiya göstərmədi. Natiq Əliyev narahat oldu və Eldarın evinə getdi. Eldarın ailəsi ona dedi ki, Eldar evdə deyil və onunla görüşmək istəmir. Natiq Əliyev çox təəccübləndi və xahiş etdi ki, Eldar ona nədən narahat olduğunu desin. Cavab gəlmədi. Natiq Əliyevin başqa bir dostu Eldara zəng etdi və soruşdu. Nə olub? Eldar cavab verdi. Natiq ilə əlaqə saxlamaq mənim üçün təhlükəlidir. Ona deyin ki, məni başa düşsün. Natiq Əliyev bu cavabı eşidəndə dərin kədərə qapıldı. Amma sonra başa düşdü. Eldar təhdid alıb. Kimsə ona demişdi ki, Natiq Əliyevlə əlaqəni kəs, yoxsa özün də təhlükədə olacaqsan. Natiq Əliyevin maliyyə direktoru, adını Y qoyaq, da eyni şey etdi. O, 2016-cı ilin əvvəlində Natiqə zəng edib və dedi, bağışla, amma mən səninlə daha görüşə bilmərəm. Ailə üçün bunu etməliyəm. Natiq soruşdu, kimsə səni təhdid edir? Y cavab vermədi və telefonu bağladı. Natiq Əliyev o gündən İrə ilə bir daha danışmadı. Natiq Əliyevin məsləhətçilərindən biri isə daha pis bir şey etdi. Bu adam Z adlandıraq. Natiq Əliyevlə yaxın işləmişdi
və Natiq ona çox məxfi məlumatlar demişdi. 2016-cı ilin ortalarında Z qəfil Natiq Əliyevdən uzaqlaşdı və yeni bir şirkətdə işə başladı. Bu şirkətin sahibi kim idi? Natiq Əliyevin şübhələndiyi 3 nəfərdən biri. Deməli Z Natiq Əliyevin düşməninin yanına keçmişdi. Natiq Əliyev bu xəyanəti eşidəndə dərindən incimədi. O sadəcə dedi: Z öz seçimini edib, mən ona pis arzulamıram. Amma içəridə Natiq Əliyev bilirdi ki, Z onun sirlərini yeni müşavirinə danışacaq və bu sirlər Natiq Əliyevə qarşı istifadə olunacaq. Natiq Əliyevin ən böyük xəyanəti isə başqa yerdən gəldi. O düşünürdü ki, ən etibarlı adamı onun şəxsi təhlükəsizliyi rəhbəridir. Bu adam V deyək, Natiq Əliyevi 10 il qoruyub. O Natiq Əliyevin hər səfərində yanında olub. Onun evinin təhlükəsizliyini təmin edib. Onun ailə üzvlərini izləyib. Natiq Əliyev V-yə tamamilə etibar edirdi. Amma 2017-ci ilin noyabr ayında Natiq Əliyev bir şey kəşf etdi. Onun evindəki gizli kameralardan biri V-nin Natiq Əliyevin kabinetinə girməsini qeyd etdi. V kompüterə yaxınlaşdı və USB flash qoşdu. Natiq Əliyev o anda evdə deyildi. V bilirdi ki, Natiq evdə yoxdur. V kompüterdən məlumat köçürürdü. Natiq Əliyev bu görüntünü gördükdə dərhal anladı ki, ona ən yaxın adam onu satıb. Natiq Əliyev V-ni çağırmadı. Heç bir sual vermədi. Sadəcə ona dedi ki, artıq onun xidmətinə ehtiyac yoxdur. V şok oldu və soruşdu: Niyə? Natiq cavab verdi: Sadəcə artıq lazım deyil. V əllərini açıb dedi: Amma mən sizə 10 ildir xidmət edirəm. Natiq Əliyev ona birbaşa baxıb dedi: Və mən bunu unutmayacağam. V getdi və Natiq Əliyev tək başına qaldı. Natiq Əliyev bilirdi ki, V onu kimə satıb, amma sübutu yox idi. Və ən əsası, artıq bunun əhəmiyyəti yox idi. Çünki Natiq Əliyev başa düşürdü ki, oyun bitib. O artıq özünü qoruya bilməzdi. Onun ətrafındakı hamı ya qorxub susub, ya uzaqlaşıb, ya da düşmənə keçib. Natiq Əliyev tək başına döyüşməli idi və o bilirdi ki, bu döyüşdə qalib gəlməyəcək. SOCAR-ın mərkəzi arxivində NEV2009 məxfi kodu ilə qeydə alınmış bir qovluq var idi. Bu qovluqda yalnız 4 sənəd saxlanılırdı. Bu 4 sənəd Azərbaycanın neft tarixində ən böyük müqavilələrdən birinin gerçək şərtlərini ehtiva edirdi. Rəsmi versiyada bu müqavilə Azərbaycana 2 milyard dollar gətirməli idi. Amma bu 4 məxfi sənəddə başqa rəqəmlər var idi. Həqiqi gəlir yalnız 400 milyon dollar idi. Qalanı isə xarici hesablara köçürülmüşdü. Natiq Əliyev bu 4 sənədi şəxsən imzalamışdı. O, məcbur edilmişdi bunu etməyə. Amma imza onun idi. Bu 4 sənədin surəti Natiq Əliyevin İstanbula apardığı sərt diskdə idi. O bilirdi ki, bu sənədlər onu da məhv edə bilər. Amma eyni zamanda onun yeganə müdafiəsi idi. Çünki bu sənədlərdə yalnız Natiq Əliyevin imzası yox, başqalarının da imzaları var idi. Əgər bu sənədlər üzə çıxsa, təkcə Natiq Əliyev deyil, daha 10 nəfər də cavab verməli olacaqdı. Natiq Əliyev bu sənədləri sığorta kimi saxlayırdı və indi onları açıqlamaq qərarına gəlmişdi. Amma vaxt tapmadı. Florence klinikasının 30 nömrəli otağında Natiq Əliyevin çantasında bu sərt disk var idi. 24-cü dekabr gecəsi Natiq Əliyev bu diski götürüb özü ilə apardı. O kimləsə bu diski vermək istəyirdi. Xəstəxanadan gizli çıxışla çölə çıxdı. Qaranlıqda biri ilə görüşdü və geri qayıtdı. Amma disk hələ də onun yanındaydı. Çünki görüşdüyü adam diski götürməkdən imtina etdi. Biz bu adamın kim olduğunu bilmirik, amma bilənlər var. Natiq Əliyevin sürücüsü, adını deməyək, bizə dedi ki, Natiq Əliyev İstanbula getməzdən 3 gün əvvəl ona bir telefon nömrəsi vermişdi və demişdi: Əgər mənə nəsə olarsa bu nömrəyə zəng et və de ki, paket hazırdır.
Er o zaman başa düşmədi ki, bu nə demək. İndi başa düşür. Natiq Əliyev kiməsə məlumat ötürməli idi və bu adam paketi gözləyirdi. Er bizə o telefon nömrəsini verdi. Biz zəng etdik. Nömrə işləmir. Natiq Əliyevin İstanbulda götürdüyü sərt disk 25-ci dekabr günü yoxa çıxdı. Xəstəxana işçiləri deyir ki, onlar belə bir disk görməyiblər. Polis deyir ki, disk qeydə alınmayıb. Ailə deyir ki, onlara heç nə qaytarılmayıb. Kimsə Natiq Əliyevin ölümündən dərhal sonra, bəlkə də ölümündən bir neçə dəqiqə sonra otağa girib və həmin diski götürüb. Bu adam xəstəxana işçisi deyildi, çünki xəstəxana işçiləri nə olduğunu bilmirdilər. Bu adam polis deyildi, çünki polis daha sonra gəldi. Bu adam bilirdi ki, nəyi axtarır və harda tapmaq olar. İndi sual. Bu adam necə bilirdi ki, Natiq Əliyevin yanında belə bir disk var? Cavab sadədir. Natiq Əliyev izlənilirdi. Onun hər addımı qeydə alınırdı. Onun çantasında nə olduğu məlum idi. Və kimsə o diski əldə etmək üçün Natiq Əliyevin ölməsini gözləyirdi. Ya da ölümünü təşkil edirdi. Natiq Əliyevin İstanbula getməsindən bir gün əvvəl o öz notarına getdi və vəsiyyətini yenilədi. Vəsiyyətdə o, ailəsinə evini, maşınını və bank hesablarındakı pulları bölüşdürdü. Amma vəsiyyətdə bir qəribə cümlə var idi. Əgər mənim ölümüm şübhəli olarsa, araşdırma aparılmasını xahiş edirəm. Mənim şəxsi arxivimdə bütün sualların cavabları var. Notar bu cümləni oxuyanda Natiq Əliyeva dedi: "Siz nədən danışırsınız? Sizə nə olacaq?" Natiq gülümsədi. "Heç nə, sadəcə ehtiyat." Amma notar Natiq Əliyevin gözlərində gördü ki, o bilir ki, geri qayıtmayacaq. Natiq Əliyevin şəxsi arxivi hardaydı? Ailə deyir ki, bilmirlər. Notar deyir ki, Natiq Əliyev ona ünvanı deməyib. Amma Ramiz Həsənov bizə dedi ki, Natiq Əliyevin Bakıda bir bank kassası var idi. Və o ən əhəmiyyətli sənədlərini orada saxlayırdı. Ramiz deyir, Natiq mənə demişdi ki, bu kassanın açarı 2 nəfərdə var. Birincisi oğlunda, ikincisi məndə. Əgər ona nəsə olarsa, biz bu kassanı açmalıyıq. Ramiz bizə dedi ki, Natiq Əliyev öləndən sonra o oğulla əlaqə saxladı və kassanı açmağı təklif etdi. Amma oğul qorxdu və dedi, xeyr, mən istəmirəm. Ramiz deyir, mən başa düşdüm, ailə qorxur. Onlar bilirlər ki, o kassadakı məlumatlar onları təhlükəyə sala bilər. İndi sual, o kassa hələ də açılmayıbmı? Ramiz deyir ki, bilmir, çünki o da qorxur. O deyir, mən qoca adamam, ömrümü rahat yaşamaq istəyirəm. Natiq Əliyevin sirləri ilə məşğul olmaq istəmirəm. Beləliklə, Natiq Əliyevin arxivi bank kassasında qalır. Bəlkə orada 2009 müqaviləsinin surətləri var. Bəlkə orada kimlərin nə qədər pul aldığının siyahısı var. Bəlkə orada xəyanətin sübutu var. Amma heç kim bu kassanı açmağa cəsarət etmir. Natiq Əliyev bilirdi ki, tək başınadır. O bilirdi ki, dostları onu tərk edib. O bilirdi ki, ailəsi qorxur. O bilirdi ki, arxivindəki məlumatlar heç vaxt işığa çıxmayacaq. Amma o yenə də İstanbula getdi. Çünki bir şansı var idi. Əgər beynəlxalq bir təşkilata bu məlumatları çatdıra bilsə, onda həqiqət üzə çıxacaqdı. O, İstanbulda kiminləsə görüşmək istəyirdi. Amma ona vaxt verilmədi. 24-cü dekabr günü axşam saat 7-də Florence Nightingale klinikasının əsas girişindən bir adam içəri daxil oldu. Bu adam qara kostyum geyinmişdi və əlində kiçik portfel var idi. O, resepsiyona yaxınlaşdı və dedi ki, Natiq Əliyevi ziyarət etmək istəyir. Resepsiyonist siyahıya baxdı və dedi ki, Natiq Əliyevin ziyarətçi siyahısında bu adamın adı yoxdur. Adam gülümsədi və bir kart göstərdi. Resepsiyonist kartı gördü və dərhal üzünü dəyişdi. O, başı ilə təsdiq etdi və dedi, 6-cı mərtəbə, 30 nömrəli otaq. Adam minnətdarlıq edib liftə tərəf getdi. Xəstəxananın VIP mərtəbəsində mühafizə kameraları var. Amma bu adamın üzünü heç bir kamera aydın çəkmədi.
Çünki o hər kameranın bucağını bilirdi və başını elə tutdu ki, kameralar yalnız onun kürəyini gördü. Bu adam peşəkar idi. O bilirdi ki, necə görünməz qalmaq olar. Adam 30 nömrəli otağa daxil oldu. Tibb bacıları onu görmədi, çünki həmin vaxt növbə dəyişməsi idi və bacılar öz stansiyalarında məşğul idilər. Adam Natiq Əliyevin otağının qapısını döydü. Natiq Əliyev qapını açdı. Adamı gördükdə sifəti dəyişdi. O adamı tanıyırdı. Otaqda nə danışıldığını heç kim bilmir. Çünki otaqda heç bir dinləmə cihazı yox idi. VIP xəstələrin məxfiliyini qorumaq üçün bu otaqlarda dinləmə qadağandır. Amma tibb bacısı xatırlayır ki, adamın otaqda qaldığı müddət təxminən 15 dəqiqə idi. 15 dəqiqədən sonra adam otaqdan çıxdı və liftə tərəf getdi. O, əlindəki portfeli sıxıca tutub gedirdi. Natiq Əliyev otaqda tək qaldı. Bacı bir neçə dəqiqədən sonra ona daxil oldu və gördü ki, Natiq Əliyev çarpayıda oturub, başını əllərinə qoyub. Bacı soruşdu, "Sizə kömək lazımdır?" Natiq başını qaldırdı və gözlərində bacı yaş gördü. Natiq dedi, "Xeyr, hər şey yaxşıdır." Amma bacı başa düşdü ki, hər şey yaxşı deyil. O adam kim idi? Biz araşdırdıq və Türkiyənin təhlükəsizlik xidmətləri ilə əlaqə saxladıq. Onlar bizə heç bir məlumat vermədi. Biz resepsionisti tapmağa çalışdıq, amma o artıq xəstəxanada işləmir. O, 24-cü dekabr gecəsi istifaya çıxıb. Biz onu tapmağa çalışdıq, amma o Türkiyəni tərk edib. Natiq Əliyevin köməkçisi El bizə dedi ki, Natiq Əliyev İstanbula getməzdən bir həftə əvvəl ona demişdi, "Əgər İstanbulda mənə kimsə xüsusi ziyarətə gəlsə, bil ki, mən artıq təhlükədəyəm." El soruşmuşdu, "Kim gələ bilər?" Natiq cavab vermədi. İndi El bilir ki, o adam gəlib. Və Natiq Əliyevin həyatının son saatları başladı. O adamın portfelində nə var idi? Biz yalnız fərziyyə edə bilərik. Bəlkə bir mesaj, Bəlkə bir sənəd, bəlkə bir təhdid, bəlkə bir son xəbərdarlıq, ya da bəlkə bir razılaşma təklifi. Sussan, yaşayarsan. Natiq Əliyev nə cavab verdi? Bəlkə o susmaqdan imtina etdi və buna görə ölməli oldu. 25-ci dekabr günü səhər saat 9-da Natiq Əliyev həkimlərin müayinəsinə daxil oldu. Həkim ona dedi ki, analizlər yaxşıdır və bir neçə günə evə gedə bilər. Natiq Əliyev gülümsədi və dedi, "Çox yaxşı." Amma bacılar deyir ki, o gülümsəmə qəribə idi. Sanki Natiq Əliyev bilirdi ki, evə getməyəcək. Günorta Natiq Əliyev ailəsinə zəng etdi. Qızı cavab verdi. Natiq dedi, "Mən sizə çox deyə bilmədim. Amma bilməlisiniz ki, hər şey bir səbəbə görə olur. Mən özüm seçdiyim yolla getdim və buna peşman deyiləm." Qız soruşdu, "Ata, siz nədən danışırsınız? Sizə nə olub?" Natiq cavab verdi, "Heç nə. Sadəcə sizi sevirəm." Və telefonu bağladı. Qız deyir ki, atasının səsində vida hissi var idi. Axşam saat 6-da Natiq Əliyevə iynə vuruldu. Rəsmi versiyaya görə bu ürək dərmanı idi. Həkim dedi ki, bu standart prosedurdur. Amma o həkim həmişə narahat görünür. O heç bir müsahibə verməyib. O heç bir sual cavablandırmayıb. Və indi o Türkiyədə yaşamır. İynə vurulduqdan bir neçə dəqiqə sonra Natiq Əliyevin halı pisləşdi. Ürək döyüntüsü tez oldu. Nəfəs almaqda çətinlik yarandı. Tibb bacısı həkimi çağırdı. Həkim dərhal gəldi və Natiq Əliyevə təcili müdaxilə etdi. Amma heç bir kömək olmadı. Natiq Əliyevin vəziyyəti daha da pisləşdi. Axşam saat 8-də Natiq Əliyev huşunu itirdi. Reanimasiya komandası çağırıldı.
Onlar Natiq Əliyevi diriltməyə çalışdılar. Amma bütün cəhdlər bacarıqsız qaldı. Axşam saat 9-da Natiq Əliyevin ürəyi dayandı. Həkimlər daha bir saat diriltmə cəhdləri apardılar. Amma geri qaytarmaq mümkün olmadı. Saat 11-ə yaxın Natiq Əliyevin ölümü rəsmən elan olundu. Natiq Əliyevin son sözləri nə idi? Tibb bacısı deyir ki, o huşunu itirməzdən bir neçə dəqiqə əvvəl ona bir şey deməyə çalışdı. Bacı yaxınlaşdı və qulaq asdı. Natiq çox zəif səslə dedi. Diskdə hər şey var. Ailə ilə məşğul ol. Və sonra sustu. Bacı başa düşmədi ki, bu nə demək. İndi biz bilirik. Natiq Əliyev son anlarında belə sərt disk haqqında düşünürdü və ailəsinin qorunmasını xahiş edirdi. Natiq Əliyevin cəsədi ertəsi gün morqa aparıldı. Avtopsiya aparılmalıydı. Amma avtopsiya haqqında məlumat açıqlanmadı. Ailə avtopsiya nəticələrini heç vaxt görmədi. Türkiyə hökuməti dedi ki, avtopsiya aparılıb və nəticə təbii ölüm, ürək çatışmazlığı. Heç bir şübhəli hal yoxdur və məsələ bağlandı. Natiq Əliyevin cəsədi 2 gün sonra Azərbaycana göndərildi. Dəfn mərasimi Bakıda keçirildi. Yüzlərlə insan gəldi. Amma bir çoxu qorxudan gəlmədi. Natiq Əliyevin ən yaxın dostları, köhnə əməkdaşları, çoxları orada yox idi. Onlar qorxurdular ki, Natiq Əliyevin dəfninə gəlsələr, onları da işarələyəcəklər. Florence Nightingale klinikasının arxivində indi Natiq Əliyevin tibbi faylı var. Amma bu faylın əksər səhifələri ağardılıb. Ailə bu faylın tam surətini istədi. Xəstəxana dedi ki, bəzi səhifələr xəstənin məxfiliyi üçün ağardılıb. Amma ailə soruşur, əgər xəstə öldüsə, onun ailələri tibbi qeydləri görməyəcəkmi? Türkiyə qanunvericiliyinə görə ailənin bu hüququ var. Amma Florence klinikası bu hüququ vermək istəmir. Biz bir tibb hüququ mütəxəssisi ilə danışdıq. O dedi ki, tibbi faylların ağardılması yalnız 2 halda baş verə bilər. Birincisi, əgər xəstə özü həyatda ikən bu məlumatların məxfi saxlanmasını xahiş edibsə. İkincisi, əgər dövlət təhlükəsizlik səbəblərinə görə bu məlumatların gizlədilməsini tələb edibsə. Natiq Əliyev həyatda ikən heç bir belə xahiş etməyib. Deməli, ikinci hal işə düşür. Dövlət bu məlumatları gizlədir. Hansı dövlət? Türkiyə, Azərbaycan, yoxsa hər ikisi? Natiq Əliyevin qanında nə var idi? Avtopsiya zamanı qan nümunələri götürülmüşdü. Amma bu nümunələrin nəticələri açıqlanmayıb. Bir toksikologiya mütəxəssisi bizə dedi ki, əgər Natiq Əliyevə adi ürək dərmanı vurulubsa, qan analizində sadəcə bu dərman görünməli idi. Amma nə üçün nəticələr gizlədilir? Cavab sadədir. Çünki qan nümunəsində başqa bir maddə var idi. Bir maddə ki, adi ürək xəstəliyində olmamalı idi. Biz bir sıra tibb mütəxəssisləri ilə danışdıq və onlar bizə dedilər ki, müəyyən kimyəvi maddələr ürək tutmasına səbəb ola bilər və bu maddələr qan analizində çətin aşkar edilir. Əgər bu maddələr peşəkar şəkildə tətbiq edilsə, ölüm təbii görünə bilər. Mütəxəssislər dedilər ki, belə hallarda yalnız detallı toksikologiya analizi həqiqəti açıqlaya bilər. Amma Natiq Əliyevin halında belə bir analiz aparılmayıb. Ya da aparılıb, amma nəticələr gizlədilir. Natiq Əliyevin oğlu bizə dedi ki, o atasının bədənini Azərbaycana gətirdikdən sonra Bakıda müstəqil avtopsiya aparmaq istəyib. Amma ona deyiblər ki, cəsəd artıq Türkiyədə müayinə edilib və təkrar avtopsiya qanuna zidd ola bilər. Oğul ısrar etdi. Ona dedilər ki, belə bir prosedur üçün məhkəmə qərarı lazımdır. Oğul məhkəməyə müraciət etdi. Məhkəmə onun ərizəsini rədd etdi. Səbəb? Yetərli əsas yoxdur. İndi sual. Natiq Əliyevin ailə üzvləri nə üçün təkrar avtopsiya istədilər? Çünki onlar bilirdilər ki, Türkiyədə aparılan avtopsiya düzgün deyildi.
Və nə üçün məhkəmə onların ərizəsini rədd etdi? Çünki kimsə bu işin araşdırılmasını istəmirdi. Natiq Əliyevin İstanbuldakı telefon danışıqlarının qeydləri də itib. Türkiyə Telekom operatoru ailə ilə bu qeydləri paylaşmadı. Ailə məhkəmə qərarı ilə bu qeydləri tələb etdi. Məhkəmə tələbi təsdiq etdi. Operator cavab verdi ki, qeydlər texniki səbəblərə görə silinib. Beləliklə, Natiq Əliyevin son günlərində kiminlə danışdığı məlum deyil. Natiq Əliyevin xəstəxanada qaldığı otağın mühafizə kamera yazıları da itib. Xəstəxana dedi ki, yazılar standart olaraq 7 gündən sonra silinir. Amma xəstəxanada işləyən bir mühəndis bizə dedi ki, bu yalan. VIP mərtəbələrdəki kamera yazıları 3 ay saxlanılır. Çünki VIP xəstələr bu xidmət üçün əlavə pul ödəyirlər. Deməli, Natiq Əliyevin kamera yazıları kimsə tərəfindən qəsdən silinib. Xəstəxananın arxa həyətindəki kamera yazıları da yox. Xəstəxananın resepsiyon qeydləri də ağardılıb. Natiq Əliyevi ziyarət edən o qara kostyumlu adamın adı qeydlərdə yox. Resepsionist itib. Həkim danışmır. Tibb bacıları qorxur. Mühafizəçilər heç nə bilmir. Və Natiq Əliyevin həqiqəti ilə bərabər bütün sübutlar da yoxa çıxıb. Natiq Əliyevin bank hesablarında isə qəribə hərəkətlər olub. O, ölümdən bir həftə əvvəl $100.000 çox pul köçürüb. Ailə soruşdu, bu pul hara gedib? Bank cavab verdi ki, başqa bir hesaba. Hansı hesab? Bank dedi ki, bu məlumat məxfidir. Ailə məhkəmə qərarı aldı. Məhkəmə bankdan bu məlumatı tələb etdi. Bank cavab verdi ki, həmin hesab artıq bağlanıb və pul geri köçürülüb. Hara? Məlum deyil. Beləliklə, Natiq Əliyevin ölümü ətrafında hər bir iz silinib. Hər bir sübut yox edilib. Hər bir şahid susub və həqiqət məzarda qalıb. Natiq Əliyevin İstanbula apardığı o qara qeyd dəftəri də tapılmayıb. Sərt disk də yox. USB flash da itib. Bank kassasındakı arxiv açılmayıb. Sokarın mərkəzi serverindəki fayllar silinib. Evindəki kompüterin sərt diski formatlanıb. Və Natiq Əliyevin 30 illik neft sənayesi karyerası boyu topladığı bütün sirlər onunla bərabər torpağa gömülüb. Natiq Əliyevin ailəsi indi susur. Onlar suallardan qaçır. Onlar müsahibələr vermirlər. Onlar həqiqət axtarmırlar. Çünki qorxurlar. Onlar bilirlər ki, Natiq Əliyevi öldürənlər hələ də həyatdadılar. Və bu adamlar istənilən vaxt onlara da toxuna bilərlər. Ətrafında qorxu çəmbəri var idi. Natiq Əliyevin dostu Ramiz Həsənov indi evdən çıxmır. O, bütün əlaqələrini kəsib və heç kimlə Natiq Əliyev haqqında danışmır. O bizə demişdi, mən yaşamaq istəyirəm. Natiq Əliyevin həqiqəti məni də öldürəcək. Köməkçisi El və keçmiş muavini Eldar hər ikisi də itib. El Azərbaycandan çıxıb. Hazırda harda yaşadığı məlum deyil. O bizə son mesajında yazıb. Mən bilən çox şey var, amma danışmaq istəmirəm. Çünki mən də ailəmi qorumaq istəyirəm. Eldar isə bütün keçmişi unudaraq susur və deyir ki, irəli baxır. Şəxsi təhlükəsizlik rəhbəri V indi yeni bir şirkətdə işləyir. Yüksək maaş alır, yaxşı yaşayır və heç nə demək istəmir. Biz ona müraciət etdik. O cavab vermədi. Maliyyə direktoru Y isə ölüb. 2019-cu ildə ürək tutmasından, evində, tək başına, heç kim yanında olmayıb. Məsləhətçi Z isə əksinə, indi çox varlıdır, bir neçə şirkətin sahibidir, İstanbulda villa alıb, uşaqları xaricdə oxuyur. Və Natiq Əliyev haqqında heç nə xatırlamır.
Beləliklə, Natiq Əliyevin ətrafındakı hamı ya öldü, ya sustu, ya qaçdı, ya da satıldı və həqiqət məzarda qaldı. Natiq Əliyev 2017-ci ilin 25-ci dekabr günü axşam saat 9-da vəfat etdi. Rəsmi səbəb ürək çatışmazlığı. O, 64 yaşındaydı. 30 il neft sənayesində işləmişdi. Milyarlarla dollar dəyərində müqavilələrə nəzarət etmişdi. Azərbaycanın enerji xəritəsini dəyişdirmiş layihələrin rəhbəri olmuşdu və İstanbulda, uzaqda, yad bir xəstəxanada, tənha bir otaqda son nəfəsini almışdı. Onun ailəsi dərin matəm içində. Arvadı Səidə xanım indi evdən az çıxır. Qızı danışmır. Oğlu suallardan qaçır. Onlar Natiq Əliyevin xatirəsini saxlayırlar, amma həqiqəti axtarmırlar. Çünki bilirlər ki, həqiqət onları da öldürə bilər. Natiq Əliyevin dəfnindən sonra Azərbaycanda heç bir rəsmi araşdırma aparılmadı. Prokurorluq heç bir cinayət işi açmadı. Xarici İşlər Nazirliyi Türkiyədən heç bir izahat istəmədi. Mətbuat bu mövzuya toxunmadı və Natiq Əliyevin ölümü bir neçə həftədən sonra unuduldu.